2020-ci ildə pandemiyadan sonra sərhədlərimizdə hərəkətə qoyulan məhdudiyyətlər məcburi qərar, xaricdən gələn təhlükələrə cavab tədbiri idi. Əlbəttə, 5 ildir belə vəziyyət regional ticarəti zəiflədir, tranzit və logistika potensialının inkişafına mane olur. Digər tərəfdən yalnız hava nəqliyyatı, ailə və yaxınlar arası humanitar əlaqələri çətinləşdirir, əhalimizə əlavə xərclər yaradır. Hamının təyyarə ilə getmə imkanı yoxdur, tələbələr ən həssas təbəqədir. Lakin sərhədlər yalnız humanitar, iqtisadiyyat və logistika sahəsi deyil, dövlətin təhlükəsizliyi, suverenliyi ilə birbaşa bağlı strateji məsələdir. Qələbədən sonra Ali Baş Komandanın yaratdığı yeni geosiyasi reallıq bizdən emosional yox, məsuliyyətli münasibət tələb eləyir. Ölkəmiz Qafqazlarda sərhədlərin tam açılmasını, regional əməkdaşlığın və ədalətli sülhün əsas təşəbbüskarıdır. Lakin Rusiya-Ukrayna müharibəsi Avropa və Avrasiya məkanında nəzarətsiz silah dövriyyəsini, muzlu və yarı nizami silahlı qrupların yayılmasını, qaçqın və miqrat axınlarının kəskin şəkildə artırıb, terror qruplarının 30-40% münaqişə regionlarından yayılır, qeyri-qanuni miqrasiya kanalları mütəşəkkil cinayətkarlıq riskini 2-3 dəfə yüksəldir. Digər vacib məqam İranla beynəlxalq siyasi və hərbi gərginliyin artmasıdır. Unutmayaq ki, 44 günlük vətən müharibəsi zamanı sərhədlərdə tətbiq edilən xüsusi rejim və məhdudiyyətlər qələbəmizdə həlledici rol oynadı. Məhz həmin tədbirlər kənar hərbi müdaxilələrinin yolunu kəsdi, silah və canlı qüvvə axınının qarşısını aldı, arxa cəbhədə sabitliyi təmin etdi. Qurtuluş Savaşımızda 500 kilometrdən çox dövlət sərhəddi işğaldan azad edildi. Bir vaxtlar ölkəmizin sərhədlərinin pozulmasına susanlar, müharibə zamanı nəzarətsiz ərazilərdən Qarabağa silah və yanacaq daşıyanlar, 90-cı illərdə 100 minlərlə evi, mülkü talan eləyib araz üzərindən satanlar indi Azərbaycandan tam açıq sərhəd tələb eləyirlər. Bəli, qonşu Gürcüstan açıq sərhədlə tranzit və turizmlə gəlirlərini artırıb, Ermənistan da ticarət dövriyyəsini genişləndirib. Lakin sual eləyirik, ÜDM-in 10% turizmlə formalaşan ölkələrin təhlükəsizlik reallığı Azərbaycanla eynidirmi? Xeyr. Çünki biz torpaqlarımızı azad etmişik, lakin müharibə başa çatsa da təhlükəsizlik riskləri avtomatik yoxa çıxmayıb. Daha iki qonşu dövlət soydaşlarımıza baskı eləyərək şimalda onları mütəşəkkil cinayətkar dəstə, cənubda isə Azərbaycanlıların humanitar təsir silahına çevirərək ölkəmizə sərhədləri aşması üçün informativ siyasi təzyiq göstərirlər. Halbuki Donald Trump'ın qərarı ilə ABŞ-Meksika arasında fiziki divar və qoruyucu infrastruktur genişləndirilib. Tez-tez Ukraynaya yaxın ölkələrin açıq sərhəd siyasəti nümunə göstərilir. Lakin Polşa və Çexiya qərarlarını sərbəst verməyib, Avropa Birliyinin siyasi təzyiqi ilə 1 milyona qədər Ukraynalı qaçqını qəbul eləyiblər. Nəticədə daxili sosial-siyasi qarşı durma güclənib, Azərbaycan isə kvotalara məcbur deyil. Sərhədləri azad edən dövlət risklər azaldıqca məhdudiyyətləri də ləğv edəcəyinə inanır.